2016-cı il şanlı aprel döyüşlərinin şəhidi leytenant Qabil Orucəliyevin tək qardaşı İsa Orucəliyevdə xərçəng aşkarlanıb. Bu haqda məlumatı ailənin yaxını şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu verib. Atasız böyüyən Qabil Orucəliyevin 2016-cı il martın 29-da oğlu doğuldu. Amma övladının üzünü görmədən 3 gün sonra aprel döyüşlərində şəhid oldu. Şəhid Qabil Orucəliyevin anasına, həyat yoldaşı və körpə balasına, qardaşı 11 yaşlı İsa sahib çıxdı. Hazırda isə Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Qan xərçəngi diaqnozu qoyulub və ağır xəstəliklə mübarizə aparır. İsa Azərbaycan xalqına həm də şəhid leytenant Qabil Orucəliyevin əmanətidir. İsa'nın yaşaması üçün kömək edin.